1918-ci il martın 30-undan aprelin 3-ünə qədər bu soyqırım baş verib. Bakı Soveti və Daşnak sütundan olan ermənilər vasitəsilə Azərbaycanlılar qətlə yetirilib kütləvi şəkildə. Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Naxçıvanda, Zəngəzurda, Lənkəranda, bir çox bölgələrdə bu qırğınlar törədilib. 11.000 adam, mən qeyd elədim, 11.000 adamı təkcə Bakıda qətlə yetiriblər. Şamaxı haqqında mən oxuyurdum, 13 dənə məhəllə məscidini od vurub yandırıblar. Məşhur indi Cümə məscidi var, indi təmir olunub, çox qədim məsciddir axı. Onun yanmış vəziyyətdə mən şəkillərini görmüşəm ki, o məsciddə axundu, həmin o məscidin axundunu olmazın işgəncələrlə qətlə yetiriblər. Yəni, gözünü çıxardıblar, burnunu kəsiblər o axundun və məscidə pənah gətirmiş yüzlərlə qadın və uşağı amansızcasına qətlə yetiriblər. Çox amansız qırğınlar törədiblər. Qubada 4.000 adamı qətlə yetiriblər. Uşaqlar anasının süd əmən yerdə uşaqların öldürülmüş halda şəkilləri var. Yəni, bu amansız bir cinayət eləyiblər. Zəngəzurda 115 müsəlman kəndini yerinə yeksan eləyiblər. Yəni, yer üzündən siliblər. 8.000-ə yaxın adamı qətlə yetiriblər. Və bütün bunları da bolşeviklərin və Britaniya diplomatlarının dəstəyi ilə ediblər. Yəni, elə o zamanda, bu zamanda həmişə dəstəyi kənarda tapıblar və Azərbaycan xalqına qarşı bu soyqırımı həyata keçiriblər və bu soyqırım bugünə qədər də davam edir və bizim qan yaddaşımızdır. Gərək bu yaddaşımız həmişə təzələnsin, bunu yaddan çıxartmayaq. Tarixdən ibrət almayan xalqın heç bir gələcəyi yoxdur. Xüsusilə də aprel şəhidlərinin il dönümü ərəfəsində bu şeyləri xatırlamaq yaxşıdır. Aprel hadisələri, apreldə şəhid olanlar, indi onların il mərasimləri keçiriləcək. Onları böyük hörmətlə yad edirik. Çünki onlar Azərbaycan xalqına özünə inamı qaytardılar. Onlar göstərdilər ki, Azərbaycan xalqının əhval-ruhiyyəsi yüksəkdir və qələbə əzmini heç bir vəzlə sındırmaq olmaz. Allah bütün şəhidlərimizə, soyqırım qurbanlarına rəhmət eləsin. Allah bizi şəhidlərimizdən, şəhidlərimizi də Kərbəla şəhidlərindən ayrı salmasın inşallah.